bütün günü beynim Bombeş yetim. Bəsdi, cibobombes yetim. Bu nə trend daxı yaradıblar. Adam baş beyni gedir həqiqətən, yəni bütün günü kollecdə otururam ki, dərs oxuyum, beynimdə odur bütün günü. Lap elə güclü dərs oxuyan falan deyiləm. Deməli bu gün bu trendli ilə video çəkənlərə reaksiya verəcəm. Bu trend deməyə, bu gizgizə trenddir. 28.000 insan bu səslə video çəkib reaksiya verəcəm. Like atın, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Keçdik videoya, xoş izləmələr hər birinizə. İlk öncə bu səsin yiyəsini təqdim edeyim sizə. Dembo, Lobobombes, bu ne deyirəm? Bu ne deyirəm? Canlı yayıma bax. Canlı yayımla qarır. Lobobombe, okey. Zobobombes. Canlı yayım artan kimi nə olur? Lobobombes. Bu Lobobombe. ne? Özü videoya like atanda bilsin nə olur? Cibobombes. Yetim, sən öl. Burada başqa nə çəkib insanlar izləyək. Novruz bayramından gəlmə bir videodur bu deyəsən. Ora tort. Qaqa tortu yanındakılar nədir yanır? Tortu gördünüz? Bir dənə başdan baxın, bir dənə torta baxın qaqa. O nədir elə yanır? Bak kişi, evi falan yandırarsa siz nə edirsiniz? Dönərxana atmışıq, bunlardan başqa gələn yoxdur. Dönərxanaya heç olmasa o dönərxanaya pişiklər də gəlir. Elə dönərxana var ki, heç pişik də gəlmir. Oha, it mahnını yaşayır da, yəni cibobombes. Buna. Bu videodan sonra əminəm ki, oraya müştəri gəlib. Bu nə zülümdür ya, başım gizəlləndi. Oy yo. Əsl futbol var belə oldu. Oy yo, qofta çox super davrandı. Yoruldu artıq. Gol. So, vəssalam. Oyun qurtardı. Bu qədər. Bu nədir? Dondurma. Ay da sıra gün mağazində gördüm. Burası soyuqdur. Mən soyuğan kimi boğazlarım gedir. Oy, gəlsəydi də bunun sezonu gəlsin, olsun cibobombes. Maşına bax, nömrəyə bax. Bu maşına bu trend yaraşmır da yəni. Özü hardan çıxarırlar, hara salırlar bunu belə? İstirahat mərkəzindən çıxarırlar, hardan çıxarırlar bu Nivanı? Çox qəşəng görünür. Nəyinə baxın, sizdə yoxdur. Altına vedrə qoyub. Bu əvvəllər belə bir video çıxmışdı qabağıma, ona reaksiya vermişdim, altına vedrə qoyub maşın sürürdü. Onlar yəni normal bir şeydir. Vedrə sınmayan kimi normaldır. Nə dediyimi heç özüm də bilmirəm valla. Yox, vedrə sınana kimi normaldır, hə. Vedrə sınana kimi normal bir şeydir. Məndə də sözlər kəlləməllah gedir. Sabunçuda. Oy yo, qaba maşının dalından, avtobus dalından qara tüstüyə baxın çıxır bir dənə. Avtobusun köpünü çıxar. Nəysə, mənə fikir verməyin. Hər şeydən bir şey tapıram. Amma ki həqiqətən də bu su nə bilmirəm. İnşallah bir də olmaz. Bu arada Leysan Yaxşıdan'a reaksiya vermişəm. Kanalda var, izləyə bilərsiniz. İzləyib like atın deyəcəkdim. Cəmaət deyəcək ki, cəmaət suyu içində üzür, bu like-dan danışır. Nəysə də istəsə like atarsın. Bu nədir? Telefon dondu ya. Telefon dondu nəysə keçə o bir video. Bu nədir? Nazlı paylaşıb. Saç ritminə baxın, bir dənə səsinə uyğun gəldik. Bu arada bu Azərbaycanlıdır. Bunun bir iki videosuna baxdım, Azərbaycanlıdır deyəsən. Azərbaycanlıya çoxdur bənzəmir, bir dənə fikir verin. Oy, alça adama gəl deyir. Bax cibobombes, cibobombes bu nə deyirlər? Alça vaxtıdır. Sual verim, alça vaxtıdır. Köhnə videodur yəni ki. Ya da vaxtı deyə bəzi rayonlarda yetişib. Bu nə edir? Qapıda dayanan maşın bunun da yəqin ki. Özü işləmişdim. Sən hədiyyə vermişlər, TikTokdan qazandı. Nə deyim? Amma bilirəm ki, TikTokdan baba pul qazanır. Mən burada video çəkirəm, bax, biz YouTuberlər. Yəni izlənmə bir yana, heç cürə yəni ki, insanların sevgisini qazana bilmirəm. Məsələn, puldan da getmir. İnsanların sevgisini qazana bilmirəm. Yəni necə deyim? Düzdür. 4300 abunəm var. 4300 abunə varsa o demək deyil ki, 4300 insan da hamısı məni sevir. Yəni hamısı mənim videomu izləyir, hamısı mənə dəstək edir. Abunə olub çıxıb yəni gedənlər var.
Sadəcə deyiblər ki, abunə olaq, bəlkə gələcəyi yaxşı olar, bəlkə yaxşı videolar çəkər. Amma ki, bu maşın sürməyi nə bilim. Maşın onu tutsa halaldır. Çox möhtəşəm, çox gözəl. İt nə edir? O məqsədi nədir? Hə, gülməyəni oxu bir də bunu. Videoya bax hala. Elə bir əsl deyə. Deyəsən əsl idi ya. İzzət bu reklam eləyən qardaş, işte paltar reklam eləyən qardaş. İndi paltar reklam eləyir. Yəni bu gülməli mizah videolar falan çəkir. Mən bildiyim qədərilə yəni. Məncə reklam videolarına baxmışam. Bunun paltar reklam falan eləyir. Nə bilim turbanın üstündə falan nəsə hoppa verir. Yanında dayının yanında oturub özü də. Mən elə bildim bu iPhone falan işlədər. Bunu işlətdiyi telefonda bax. Ya bu köhnə videoda özü də. Nə bilim. Bu Cibobombes. Necə yarandı o trend? Birdən-birə anidən trend oldu. O zaman mahnı falan da yazıblar ya. Mahnı falan düzəldiblər. Yəni yazıblar deyəndə ki, yiyəsi olsun bu səsin yiyəsi bu mahnı olaraq yazmamışdı usta. Elə belə demişdi. Sadəcə bunu alıb kimsə mahnı olaraq düzəldib partlayış eləyib də qısa qanqara. Yəni Cibobombes. Dırnaq reklamına baxın. Əsl dırnaq reklamı. Yox, zarafat edirəm. Dırnaqlar çox qəribə dayanıb elə bir. Təsəvvür edin belə bir 07-miz var da belə. Maşın çox maşın həvəskar deyirəm, elə belə deyirəm də. Olsa 07-ni indirəm. BMW. ChatGPT-dən mən deyə bilməyəcəm o stopunu. Süni intellektdən öyrənmisənsə açar verək özün düzəlt. Ay nə olur bax, insanlar bu maşın ustaları. Bu maşın ustasından söhbət edir də. Yəni yox, maşın ustasının söhbət getmir daha doğrusu. Yəni ki, söhbət birisi nədən gedir burada? Maşın ustası dedim. Maşını xarab olan şəxs, izah eləyim. Yəni maşının xarab olub, məsəl motorunda falan nasazlıqlar baş verir. Nağıl danışdım elə bir. Hə. Uzandı söhbət. Nə eləyib bu? ChatGPT-dən məsləhət alıb. Burada da ustalar yazıb ki, süni intellektdə öyrənmisənsə aç serveri özün düzəlt. Yəni öyrənmisənsə aç serveri özün düzəlt də. Amma ki süni intellekt bəzən çox şey düz demir. Məncə onun premiumunu alsan bəzi şey hər şey düz deyər, amma ki nə bilim, ondan yaxşısı Gemini var. Ən çox ondan məsləhət alıram. Nəysə də axı günümüzü keçiririk də belə yaşayırıq da. Şirəkə bax. Nə etmək istəyir bu? Əllərə bax bir dənə. Şirəkə əlləri də mənim əlim uzunluğundadır ya. Mənə də əllərim uzundur ya. O bildiyiniz müştərini cavanlaşdırdı. Bir 10 il cavanlaşdırdı. Saç insanı həqiqətən də çox dəyişir. Həqiqətən də çox dəyişir. Özümdən bilirəm, yəni mənim keçəl vaxtlarım olub. Az qal be. O keçəl videolarıma reaksiya çəkəcəm. Təqdim eləyəcəm yəni onları. O gizli videolarım var mənim. Utancı verici onları. Baxırıq. 3 dəfə baxırıq dedim ha. Cibobombes sındır onu. Heç olmasa bari Redmi olsun da Redmi ilə vursundur da o qozu. Qardaş, mən Redmini yastığa büküb neydi? Yastıqda eləyirəm, yastığa qoyuram. Redmini yastığın üstünə qoyuram ki, nəsə olmasın, cızılıb falan eləməsin. Sən iPhone-u part qoz sındırırsan. Özdə iPhone 17-dir, 29 neçədir, bilməm başım çıxmır, nəysə. Keçdik o biri videoya. Yastığın altına, yastığın üstünə qoyuram ki, elə bu halda donur bu. Bu nədir yığırlar? Uşaq idi o, nədir o yığırlar? İnanın mahnı ilə əlaqəsi yoxdur heç videonun. Nə bilim mən, niyə elə qoyursunuz, niyə ləzzət eləyir, nədir ümumiyyətlə, məqsəd nədir? Zarafat edirəm. Həqiqətən də belə mahnıların trend olmağı məni fəxr, yəni məni sevindirir ki, Azərbaycanda belə mahnılar trend olur. Buna o paylaşıma baxın, çox qəşəng paylaşıb və sırayla gəlirdi yəni səhifə. Oyda. Vaxt aparır bunu eləmək. Səbir vardı insanlarda. Qırxılıb depressiyona düşüb balam. Oy, pişiyə bax, pişiyi gözəlləşdirən tük oldu sən demə. Bu nə də ola? Yetimə elə bir ildırım vurub. Qaqaş eləyir. Qaqaş risk eləyir deyəsən. O, sənə sürəni də yəni getdi. Yıxılmasın bir dənə.
Ne deyirsən? Bu video trenddən uyğun gəlir. Bax buna bax Cibobombes. Qaraş turbanın üstünə elə gedir ki, yəni ki elə bir ki düz yerdə sürür də, adi yolda sürür. Yıxılma anı. Sağdakı şübhəli görünür, yıxılacaq o. O tutmamışdı, bildim ki yıxılacaq. Vay, gəzə bilmədi yazıq ha. Ay, nə pis oldu ya. O uşaq vaxtı o qədər yıxılardı. Neysə, o uşaq vaxtı olub da. Çox dadlı bir şey oxşayır axı bu. Bişməyib deyəsən, çiğdir nədir? Amma ki dadlı bir şey oxşayır. Niyə ancaq yemək videolar çıxır? Bu səslə ancaq nəyə görə yemək paylaşırlar bu səslə yəni? Göz haqqınızı halal edin. Edim yəni göz haqqıma var. Qaqa hər şey var, hər şey. Bax bu səsdə yəni bu videoda bu trendə aiddir. Yeyirsən, gedirsən otağa, yeyirsən bu yeməklərin hamısını. Tam dəqiq ətraflı izah edeyim. Gedirsən otağa, otağın qapısını bağlayırsan, başlayırsan öz-özünə Cibobombes, bonbon falan deməyə. Nəyə görə? Çünki yeməyin həzm olması üçün. Neysə, əhvalata bax abi. Belə əhvalata mən nə deyim mən. Neysə, bir videomuzun sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə bu videoya like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu gün də çox enerjili oldum. Nədənsə bilmirəm nəyə görə enerjiliyəm. Çünki nə bilim, nəyə görə enerjili olar insan. Çünki acımışam, gedim yeməyi yeyim, nəysə. Gələn videoda görüşmək üzrə. Sağ olun, sevilirsiniz.